Xəzər dənizinin dayazlaşması prosesi geri-dönməz hala gələ və ciddi nəticələr zəncirinə səbəb ola bilər. APA Economics'in TASS-a istinadən verdiyi məlumata görə, bunu Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Qazaxıstan prezidenti Kasım Jomart Tokayev bildirib. Xəzərə gəldikdə, hazırki templə gedən dayazlaşma bu təhlükəli prosesi geri-dönməz edə bilər və bu da qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrdən ibarət zəncirvari reaksiyaya səbəb ola bilər. Qazaxıstan ekosistemin dağıdılmasının və Xəzərin dayazlaşmasının qarşısının alınmasına yönəlmiş, xüsusi dövlətlərlə arası proqram hazırlanması təşəbbüsü ilə çıxış edib, deyə Kasım Jomart Tokayev qeyd edib. Qazaxıstan prezidenti Tokayev bütün dünya ictimaiyyətini Xəzərin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb. Ümumilikdə, mənim fikrimcə, su diplomatiyası dövlətlər arasında sıx koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar isə adətən pərakəndə şəkildə, dar mandatlar çərçivəsində fəaliyyət göstərirlər ki, bu da artan su problemlərinin miqyasına uyğun gəlmir. Bundan əlavə, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına da ümid edir. Qazaxıstan prezidenti bildirib ki, avqust ayında iki ölkə arasında Vaşinqton bəyannaməsinin imzalanması tarixi əhəmiyyətə malikdir. O qeyd edib ki, bu, Cənubi Qafqazda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır.